Baxın uşaqlar. Bura nədir? Bunu 1-ə nə deyirik? 15-də 15-dir uşaqlar. Çıxılsın 15-də 7. Nə verir? Başqa yolu 1 belədir. Bir də başqa yolu. 1-i 15-ə vuranda nə edir? 15, 15-dən 7 çıxanda nə etdi? 15-də 8. Demək, bu mötərizə nə etdi? 15-də 8. Yenə deyirəm, bu 15-i 1-ə vuracağın 15, 15-dən 7 çıxanda 8. Nə alanda 15-də 8 üzərinə. 15-i vuracaqsan 1-ə. Nə elədi? 15, 8 çıxsan 7. Nə alanda 15-də 7. Üzərinə gəlirik. Bu ədədin buna bölünməsi. Aşağıda bölürəm. Ona yüzdə 123 deyilir. Yüzdə 123. Bölünsün 10'da 1. Yüzdə 123 bölmədisə 1'də 10 olur. Bölünür. Nə alındı? 12 tam 10'da 3. Nə alındı? 12 tam 10'da 3. Ona nə deyirik? 10'da 123. İndi gəlin hesablayalım. 10'da 123. Eyni məxrəcə gətiririk. Nəyə gətiririk? 30'a. 16 üzərinə 14. 16 elədi. 14 elədi. Bunu buna vuraram. Neçə eləyir? 9, 6, 369. 369 bərabərdir 30. 16 ilə 14 nə eləyir? 30. Üstünə də 30'un üstünə 369 gəlirəm. 399. Nə etdi? 399. 399 uşaqlar. 3'ə bölünür də nə alınır? 133 alınırmı? Və bir dənə 0 var. Hardan qoyuram vergülü? Alınır belə. 13'dan 10'da 3. Oldu mu uşaqlar? Bunun cevabı nə oldu? 13'dan 10'da 3. Keçirik ikinciyə. 23'ü 1'ə vuracam. Nə edir? 23. 2'sini çıxdım 21. Demək 23'də 21. Üzərinə gəlirəm. 23'ü bu 1'ə vuram. Nə eləyir? 23. 23'dən 21 çıxanda 2. Nə alındı? 23'də 2. Çıxılsın. Baxın uşaqlar. Bu ədədi buna bölünür. Ona nə deyirik? Yüzdə 7 deyirik də. Bölünsün 10'da 1'ə. Yüzdə 7 vurmaya çevirirəm. Bu gedir 10'da 7. 0 tam 10'da 7 alındı. Nə alındı? 0 tam 10'da 7. Nə edirəm? Buranı 10'a vuracam. Bunu da 10'a vuracam. Buranı 23'e vuracam. 230 məxrəci oldu. 21'i 10'a vuranda 210. Üzərinə 2'ni 10'a vuranda 20. Çıxılsın 7'ni də 23'e vururam. 2 hatta 14. 2 hatta da 16. Neyli? 161. Gəldi. 210'dan 220'ni toplam 230 elədi. 61'e çıxsam 2 230.
Uşaqlar 230-dan 161-ə çıxıram. Aha. 9, 12-dən 6, 69. Nə etdi? 69. Yuxarı 69. Aşağıda 23, 0. 69-dan 23 gedir. 3 alınırmı? 3 alınır, bəli. 3 alındığına yuxarıda 3 alınır, aşağıda da 10'dur. 3'ü də 10'a böləndə nə eləyir? 0,3. Buranın cavabı nə etdi? 0,3. Geçirək bunu. 2'ni vuracağım 16'ya. Ne edir? 32. Bu biri çıxsa nə eləyir? 31. Nə alındı? 16'da 31. Üzərinə gəl. 2'ni vuram 16'ya. 32. 32'dən 15 çıxırıq. 17. Nə etdi? 17 yuxarı, 16 öz yerində. Baxın. Bu ona böləndə nə olur? Vergül. Ondan nə qədər 0 var? 1 də. Vergül buradan qoyulur. Olunur ki, 1000'də 318. İndi eyni məxrəcə gətirir uşaqlar. İkisini də eyni məxrəcə nə gətirirəm? Ee, 800'də gəlir. Demək 50'yə vuraram. 8'ə vuraram. 50'yə vuraram. Buranı da 50'yə. Bunu da 50'yə. Demək 800 hamısında eynidir. 31'ə 50'yə vuranda. 0 arxasında 5, 15. Oldu mu? Şimdi getirəm bunu. 850. Çıxırsa 318'i 8'ə vuram. 64. 6 yadda 14. 1 yadda 24, 21, 5. 2544. Ve bundan bunu topluyorum. Sıfır, 10, bir yadda 13, 14 bir yadda 240. 2400'den də çıxıram. Dəqiq uşaqlar. Nə elədi bu? 35, 5, 3 yadda 850'dir. Bununla da bunu topladım. Bunu vurdum. Bu nə elədi? 15, 50. 318, 8'e vurdum. 64, 6 yad, 14, 1 yad. Aha. İndi baxırıq. 1550 üzərinə 850 gəl. 10, 1 yadda. 8'in üstünə 5, 13, 1 yadda. 13, 1 yadda da 14. 2400. Çıxılsın. 32'den 15 çıxılsın. Uşaqlar. Yəni mənfi almır. Siz mənfi keçməmişsiniz. Uşaqlar bunun dəqiqliyinə özünüz hesablayarsınız. Keçirəm 4-cü tapşırığa. Siz mənfi keçməmişsiniz. Böyük siniflərdə keçirlər. Burada mənfiyə gedir qiymət. Buna görə bunu saxladım.
Keçirik indi növbəti tapşırığa. 3'ü vururam 21'e. Ne elədi? 63 çıxılsın 2 olur da. Üzərinə gələm. 3'ü 21'e vururam. Ne eləyir? 63 çıxılsın 19. Bölünsün 20. Çıxılsın 21. İndi bu ədədi buna böləm. Aşağıda böləm 7. 1000'də 21'dir də uşaqlar o. Bölünsün 100'də 1'e. 1000'də 21. Vurmaya çevirən 100 yuxarı qalxır. 100'lər gedir. 2,1. 2,1'ə nə deyirik? 10'da 21 deyirik. Eləmi? Aha. İndi keçirəm. Bu 10'u bu tərəfə vuracağım. Hər birini. 10. Randa 10. Randa 21. Randa 21. Bura nə elədi? 61 elədi. Ona vuranda 610. Üzərinə gəlirəm. 13'dən 9 çıxanda 4. 44. 44'ü də ona vuranda 440. 21'i 21'e vuranda 484 eləməm. Deyərəm 2 441. Nə alındı? 210'da 441. Bundan bunu topladım. Nedir? 0 5 1050. Çıxılsın 441'e. 1050'den çıxıram 441'e. 9 4'ten 4 çıxanda 0. Aha, onlar da 4 aldı. 609. 21'e 210'a böləcəyim. 609'u 21'e böləndə baxın uşaqlar. 61 bunlara 63'tü çıxılsın 19 ne eləyir? 44. Burada da 21. 12,1 10'da 21 21'e vurduq. 21'e vuranda 441. 441. Aha. Bunda bu gəldi 609. 609'da 210'a bölərsiniz uşaqlar. Keçirəm 41-ci tapşırığa. Deyir ki, 7'də 3 hissəsi 3,6 olan ədədi tapın. 41'də. 7'də 3 hissəsi 3,6. Hissə qarşıda olanda uşaqlar sürətə bölüb məxrəcə vuraq. Yəni 3,6'nı böləcəksiniz 3'ə, vuracaqsınız 7'yə. Nə eləyir? 1,2 vurarıq 7'yə, 8,4. İndi 45% nə qədərdir? 8,4'ü də vuracaqsınız 45'ə, böləcəksiniz 100'ə. Uşaqlar, buna nə deyilir? Baxın buna. 10'da 84'dür də. Vurursun 45, bölünsün 100. 5'ə gedir, 5'ə gedir 2, bu da 9. Sonra bu 84 ilə də 2 gedir, 42. 42'ni vuracağım nəyə? Yerdə qaldı. 9'a. 2 də 9, 18. 1 yadda 36, 37.
bölünsün 100. Vergüldən sonra neçə dənə ədəd olmalıdır? 2 dənə. Onda demək vergi buradan. 3 tam %78. Cavabımız 3 tam %78 edir. İndi keçelim ikincisine. Dokuzda 2 hissəsi 12,5 olan faizi 85 faizinə bərabər olan. Əvvəlcə 12,5-in 80 faizinə bərabər. 12,5-in 80 faizini tapırıq uşaqlar. Bölünsün 100. Buna nə deyirik? Onda 125. Bölünsün 80, bölünsün 100. Mən bu gedir. 125'i 80'e vurur. 8'e vurur. 4 yarda 16, 4 yarda 22 yarda 16. Mini de 100'e böləndə 10. Cevabımız ne oldu? 10. İndi deyir ki 9'da 2 hissəsi 10 olan ədəd tap. Bayaqlarım dedim. Hissə qarşıdadırsa sürətə bölürük. Yəni 10'u böləcəyəm 2'ye vuracağım 9'a. Ne etdi? 45. Onda 125 idi. 80 faizine beraber olan. Bunu vurdum. Bunları vurdum. 125'i de vurdum. 110 elədi. 1000 eləmişdi. 1000'i de 100'e böldüm 10. 10'u böləcəm 2'ye 5. 5'də 9'a 45. Cevabımız ne oldu? 45. 42'ye baxırıq. Baxırıq uşaqlar. 4,7'dən 4,6'dan çıxsaq nə eləyir? 0,1. Bura nə etdi? 0,1. Baxın yazıram. Yazdım. Yazıram. 13,4 üzərinə 5 tam %9 bölünsün 0,1. Uşaqlar, mən bu bölmə əməlində ən sadə yol belə